Neftçala rayonunun keçmiş Hacımanlı, indiki Haqverdilər kəndində yaşayan sakinlər uzun illərdir örüş torpaqları problemi yaşayırlar. Məsələni əməkdaşlarımız yerində araşdırır. Neftçalanın Haqverdilər kəndi rayon mərkəzindən təxminən 30 kilometr uzaq məsafədə yerləşir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır. Əvvəllər burada 50-yə dək ailə təsərrüfatı olub. İndi isə kənddə 3-4 təsərrüfat qalıb. Sakinlər bildirir ki, buna səbəb kənddə mövcud olan örüş torpaqları məsələsidir. Problemin böyüklüyündən sakinlərin çox hissəsi təsərrüfatını dağıdaraq kəndi tərk ediblər. Burada indi yaşayan 5-6 sakin qalıb. Onlar deyir ki, evimizdən 200 metr kənarda örüş torpaqları var. Lakin həmin torpaqlar Aşağı Surra kənd bələdiyyəsinə aiddir. Problem də elə bundadır ki, Aşağı Surra ilə Haqverdilər kəndi arasında təxminən 50 kilometr məsafə var. Təsərrüfat sahiblərinin dediyinə görə, Surra kəndinin sakinləri onlara məxsus örüş torpaqlarında heyvan otarmağa icazə vermir. Nəticədə onsuz da az olan Haqverdilər kənd təsərrüfatı iflasa uğrayır, mal-qara isə tələf olur. Aşağı Surra kəndindən bizim kəndin arasında 45-50 kilometr fərq var. Yəni oradan bura gəlin, burada heyvan, məsələn örüş torpağında heyvan otarırlar, bizə burada icazə verilmir. Deyirlər ki, Surra bələdiyyəsinə məxsusdur, biz otarmalıyıq burada. Yəni örüş sahəsində qeyri-qanuni tikirlər, hamısı öz başınalıq gedir. Yəni ki, mən elə bilirəm ki, bu çəkilişdən sonra adiyyəti qurumlar hərəkətə keçər, bu işə bir son qoyular. Zayeva Samirə, Neftçala rayonu Hacımanlı kənd sakini. Bizim tələbimiz bundan ibarətdir ki, biz burada kənddə heyvandarlıqla məşğuluq. Yəni gəlir yerimiz bundan ibarətdir. Başqa bir gəlir yerimiz yoxdur. Xahiş edirik ki, kəndimizin yaxınlığında Surra kəndinin bələdiyyə torpağı yerləşir. Xahiş edirik ki, o torpaqlardan bizə də ayrılsın heyvanımıza örüş. Biz də yəni ki, burada təsərrüfatla məşğul ola bilək. Başqa bir gəlir yerimiz yoxdur. Mən özüm ruhu xəstə saxlayıram evdə. 2-ci qrup əlildir. Başqa heç bir yerdən mən gəlirim yoxdur. Mən nəyləsə dolanmalıyam. Xahiş edirik, adiyyəti qurumlardan bizim bu məsələyə bir əncam çəkilsin, bir baxılsın. Sakinlərin dediyinə görə, Haqverdilər kəndində ayrılan örüş torpağı olsa da, həmin torpaqlar şor torpaqlardır və bitki örtüyü yoxdur. Heyvanlara isə yem çatdırmaq mümkün deyil. Qısası, buradakı əhali yeganə qazanc yolunu da itirməklə qarşı-qarşıyadırlar. Yaxınlıqda, kəndimizin yaxınlığında Surra kəndinin bələdiyyə torpağı var. Yəni ki, bizə icazə verilmir orada heyvan otarmağa. Bizim də tələbimiz budur ki, bizə içində bir yer ayrılsın, bizim də heyvanımız örüşə getsin. Dolanışığımız bundan ibarətdir. Qatığı ilə, sütü ilə, pendiri ilə dolanırıq. Başqa bir gəlir yerimiz yoxdur, başqa bir yerdə işləmirik. Məsələ ilə bağlı kəndin tabi olduğu Həsənabad bələdiyyəsinə üz tutduq. Bələdiyyə sədri Rauf Ələkbərov, bu məsələ bizlik deyil, bizim adımız allanmasın deyib yaxasını kənara çəkdi. Sonra yolumuzu Aşağı Surra bələdiyyəsindən saldıq. Bələdiyyə sədri Mahir Məmmədov şifahi olaraq bildirdi ki, doğrudan da Haqverdilər kəndi ərazisində Aşağı Surra bələdiyyəsinə məxsus 829 hektar örüş torpaqları var. Təsərrüfat sahibləri ərizə ilə onlara müraciət edib, rəsmlərlə görüş də olub. Martın sonunda bələdiyyə toplantısında bu məsələyə yenidən baxılacaq. Mümkün olarsa, hərrac yolu ilə Haqverdilər kəndinə əlverişli örüş torpaqları ayrılacaq. Mümkün olacaqsa, hərrac yolu ilə Haqverdilər kəndinə əlverişli örüş torpaqları ayrılacaq. Bu, yaxşı xəbərdir, amma bir sual açıq qalır. Bir-birindən kilometrlərlə uzaq ərazilərdə necə olur ki, örüş torpaqları ayrılır? Bu bölgünü kim aparır?